UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək Qarabağ-Chelsea oyununun hakimi Dimitri Kubryak haqqında maraqlı faktlar ortaya çıxıb. Yanavaz.com Ukrayna TV istinadla xəbər verir ki, 36 yaşlı Kubryak Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olub. 2022-ci ilin martında müharibənin başlamasından sonra o hərbi həkim kimi könüllü olaraq müharibəyə gedib. O xidmətə mühasirədə olan Mariupol şəhərində başlayıb. Kubryak neyrocərrah kimi burada yaralıları əməliyyat edib. Ancaq 2 həftə sonra aprelin 12-sində ruslara əsir düşüb. Kubryak Rusiyada Olenivka koloniyasında saxlanılıb. Əsirlikdə olduğu müddət ərzində ağır psixoloji və fiziki təzyiqlərə baxmayaraq, o digər məhbuslara tibbi yardım göstərib. 5 ay sonra 22 sentyabr 2022-ci ildə isə Kubryak hərbi əsirlərin mübadiləsi çərçivəsində 200 Ukraynalı əsirlə birlikdə Ukraynaya qaytarılıb. Əsirlikdən qayıtdıqdan sonra Kubryak hakimlik karyerasını davam etdirmək qərarına gəlib və yenidən futbol hakimi kimi fəaliyyətə başlayıb. Qeyd edək ki, Dimitri Kubryak noyabrın 5-də UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində Qarabağ-Chelsea maçını idarə edəcək. Ona yanxət hakimləri kimi Vitali Skoblya və Aleksandr Korniko kömək edəcək. 4-cü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. Oyun Azərsun Arenada keçiriləcək və saat 15:00-da başlayacaq.